Nə qazandıracaq? Məncə çox şey qazandırar. Əsas birinci odur ki, Azərbaycanı bütün ölkələr tanıyacaq. Mənə elə gəlir hələ ki tam hazır deyil, amma ümidvaram ki, hazır olmağa çalışacaq. Məncə gərək udaq. Vallahi ilə billahi gərək biz udaq. Əsas Azərbaycanın milləti tanıtıracaq. Yox, gərək udaq biz. İkinci yer oldu, düzdür. İlk yerlər olsa daha yaxşı olar. Amma yenə də Respublika milləti tanıtıracaq. Sizcə ölkəmiz? Yəqin ki, bizə ən yaxın ölkə Türkiyədir. Azərbaycanın birinci dünya tanınması tərəfindən çox şey qazandıra bilər. Çünki çox ölkələrdə Azərbaycanı tanımırlar. Yəni deyirlər, o nə ölkədə çox tanınmır, bilmir nədir. Ən azından tanınmaq cəhətdən. İkincisi turizm inkişaf cəhətdən. 2011-ci il bizdə turizm ili elan olunub. Məncə 2012-ci ildə gəlirlərimiz daha çox olacaq. Həm nəqliyyat cəhətdən, həm turistlərin gəlişi cəhətdən, həm aviabiletlər, tur agentlərinin işləməsi cəhətdən, həm də ki, otellər cəhətdən, yəni həm tanınmaq cəhətdən çox şey qazandıra bilər. Yəni ölkəmizin büdcəsinə xeyli gəlir gətirə bilər. Yəni bu cəhətdən çox xeyirli ola bilər bizim. Sizcə?